Kızlar, bugün de mən sizinlə bugünkü günorta yeməyin menyusunu bölüşürəm. Fikir, yəni sizin üçün də bir fikir olsun. Belə boranı supudur. Çox indi boranı sezonudur kızlar. Çox xeyirli, bilirsiniz, çox faydalı. Bunun tərkibində nə var? Yer köküdür, soğan, sarımsaq, boranı, kırmızı biber, pomidor, bir de ahırdan ahıra pişenden sonra slivka biraz. Yani çok faydalı, çok özünüz bilirsiniz də mənim deməyimə ehtiyac yoxdur. Boranın nə qədər qaraciyərə, bütün o orqanizmə xeyir olduğunu. Bu da ki qreçka. Qreçkadaki elə belə parda pişmiş qreçkadır. Soğan zat qovurmamışam, sadəcə bunlar. Qarnir, sup və belə veç toyuq. Alınma toyuqdur, qapı toyuğu deyil. Dünən axşamdan mən marinavat eləmişdim. Bunu tuxovkada tabaka kimi deyə, yəni tuxovkaya qoyacağam, qızaracaq. Nə ilə pripravalar nədir? Bunun tərkibində soyavı sos, biraz bal, biraz kırmızı biber ezmesi de, paprika, duz, istiot. Bunu koyacağım, indi kızaracak. Ve salat ne olacak? Salatı da böyle çoğundur qaynatmışam. Bunu dünən, yox 2 gündür artıq qaynatmışam. İkisini yemişik. Yəni qaynadanda mən bir neçə dənə, 5-6 dənə qaynadıram. Çox qaynadıram yəni. Sonra xaladelnikdə belə saxlayırsan heç nə olmur. İstədiyiniz vaxtı, istədiyiniz salat qaynadılmış çoğundurdan hər cür salat eləmək olur. Mən sevirəm. Sadə bunu rəndədən keçirdi, biraz sarımsaq qatıb, mayonez qatırlar. Mayonezlə daha dadlı olur. Mən mayonez istifadə eləmirəm. Biraz smetan qatıram. Yaxud da elə çəkib yaşıl alma biraz qatırsınız. Onu da ya uzun doğrayırsınız, ya elə şeydə rəndədən keçirilmiş halda. Ondan sonra istədiyiniz şeyi, istəyirsiniz qırmızı adi balıq satılır o malasolda belə. Nə deyirlər ona, duza qoyulmuş balıqlardan doğraya bilərsiniz. Ya da ki belə qat-qat salatlar çoğundurdan hamı bilir də, deməyə ehtiyac yoxdur. Belə hazır olanda evdə abed vaxtı gətirib çəkib hazırlayıb qoymaq çox asandır. Badan da belə marazilkada deyil, adi xaladelnikdə bir saxlamaq olur, 4-5 gün, bir həftə saxlamaq olur, heç nə olmur. Çoxlu qaynadın, indi çoğundurdu, yer köküdür. Ondan sonra elə tərəvəzlərin sezonunda bolluca istifadə eləyin, uşaqlarınıza da verin. Çoğundur, xeyirdir, uşaqları da öyrədin. Çox uşaq, çox adam deyir ki, mənim uşağım yemir. Çünki uşaq vaxtından öyrətməyəndə onlar artıq balaca vaxtından alışsalar ona yeyərlər. Yeyilmir deyə böyüyəndə də yemirlər. Kabaçokdur. Kabaçok deyəndə kabak deyir. Kabak türklər deyir, amma biz bilmirəm ona nə deyirik. Kabaçok da yəni. Bilmirəm Azərbaycan dilində ona nə deyilir. Və belə çox iri olmayan, bu iri gözündən deyil, bu da çox xırda gözüdür, ondan deyil. Mənim bu rəndəmdə belə bir göz də var, bunu da çəkirəm. Amma yoxdursa bunu da çəkə bilərsiniz. Çox iri də yaxşı olmur. Qabiyan maşınımda siqnal verir. Tezdən qoşmuşdum ki, yəni qurtardım deyə. Tezdən qoşmuşdum deyəndə dünən axşamdan yığmışdım. Nəsə gecə həm maşın dolmamışdı, həm də ki nə yalan deyim, yadımdan çıxdı, yatdım elə. Tezdən durdum, qoşdum. İndi qurtarıb.
Bax beləncə elədim. Bunun ağzını bağlayıb qoyacağım. Qalacaq xaladelnikdə nə vaxt çörək yesən. Bu da yəni yemək yeləndə bunun qapağı deyil deyəsən. Dur görüm. Bununki deyil, bununki deyil. Yoxsa bunların qapaqları hamısı bir-birinə qalır. Bu qalacaq belə xaladelnikdə. Bunun da üzərinə indi nəsə əlavə eləyəcəm. Olacaq günorta salat yəni. Belə biraz azca. Çox az duz. Sonra baxın belə biraz balıq, qırmızı balıq dediyim, yəni bunu deyirəm. Belə balıq olsa da olar, olmaz. Kim nə ilə istəyirsə. Və üzərinə də belə imbir biraz. Bu da oldu günortaya salat. Belə. Salat da bu qızlar. Hazırlayın, çox faydalı. Yəni bir günorta yeməyi üçün salatdır, faydalıdır. Mənim düşündüyüm qədər, yəni sağlam yeməkdir. Ondan boranın supudur, qreçkadır. Hamısı həm dietikdir, həm belə də sağlam yeməklərdir. Bir dənə toyuqdur duxovkada, o da qızartmıram, yəni yağda qızartmıram. Belə duxovkada pişirdiyinə görə o qədər ziyan deyil. Siz də hazırlayın, bu da sizə öyrətmək deyil, bir fikir olsun. Biraz sizinlə qızlar bu hamamı təmizləmək istəyirəm. Əslində belə bulaşıq deyil. Birinci bunu göstərim sizə, bu mənim özümün əl işimdir. Belə bir yoğurt qabında belə düzəltmişəm. Çünki mebelin rəngi yaşıl olduğuna, yaşıl bir şey tapa bilmədim deyə belə yaşıl yoğurt qabı var idi. Bunu belə düzəltdim. Baxın. Yaşıl kraska ilə və içinə də belə gül yığdım. Yəni bunu mən özüm düzəltmişəm. Bu belə mavi, o belə o xət yoxdur, göy, ona aid belə gül qab. Bu niyə belə demir, hə? Bunları almışdım. Baxın. Bu o rəngə düşsün deyə. İndi nə eləmək istədim? Bura görün nə qədər karma karışıq. Buranı biraz yığışdırmaq istəyirdim. Birinci bu telefonu elə qoymalıyam ki, həm belə təmizliyim, həm də siz görəsiniz. Bunu belə görün. Hə, beləncə qızlar. Belə bunlar məndə qonaq gələndə bunu qoyuram. Əllərini silməkdən ötürü, yəni qoyuram bura. Elə silinir, atılır, ikinci dəfə yuyub yığıram. 3 dənədir içində budur. Buradan götürürüm. Bunu koyun bura. Bu da benim kosmetikamdır. Kosmetikam artıq neçə vaxtdır işlətmirəm, bildiyiniz kimi. Müəyyən səbəbləri də bilirsiniz, ona görə kosmetika işlənmir. 4 aydır. 5 hətta 5 aydır. 5 aydır kosmetikadan istifadə eləmirəm. Hamısı qalıb. Belə bu pamadanı, qırmızı pamadadan çox istifadə eləyirdim həmişə. Ona görə bundan İvraşadan bunu lap təzə almışdım. Deyəsən tam durur elə. Bu da kırmızı idi. O bir pamadalarımın da hamısı şeydə, Türkiyədədir.
Ondan burada da var. Hele Türkiye'de de biri var. Yani 3-4 tane almıştım. Böyle. Böyle renk. Çok güzel renkli kızlar. Evraşe'nin pamadası da çok böyle. O kadar yaxşı pamadadır, almaq istəyənlərə çox məsləhət bilirəm. Mən neçə vaxtı bundan istifadə. Biri biraz zərli kimi idi. Bax bunda fərqli rəngdə elə bil. Demək olar eyni rəng idi. Tünd renk. İndi başqa bir bunları ona göre yığıram bir qaba. Bu heç bu gözaltı kremimdir. Kalsın hələlik. Başka bir pamada almışım. Onu göstereceğim indi size. Sadece bir tane böyle ağ pamadadan istifadə edirəm. Başka heç nə. Bir də Pitayene krem. Başka heç nə. Özümə qulluq, yəni elə qulluq da eləmirəm, sözün düzü, elə həvəsim yoxdur. Bu şeydir, üz silmək üçün, makyaj silmək üçün bunu hardan almışdım? Moskvadan almışdım deyəsən, videolarında birində. Çox yaxşıdır qızlar, yəni belə mən əvvəl həmişə belə bunlardan istifadə miceller sudan, belə də yağlı sulardan istifadə edirdim. Yenə varımdı, eləyirəm, amma bu çox yaxşıdır. Bundan belə biraz götürüb üzünüzə sürtürsüz. Həm belə yağlı kimi, belə belə sürtüb silirsiniz. Çox gözəl təmizləyir üzü. Elimi də batırdım. Bu şeyde olanlardan alın, yani su kimi yok, böyle katı olanlardan alın. Adım bilmirəm, ne deyirdi bunu. Ondan üzü makyajı, tuşu zadı, panda şəklini almırsan da gözün altı zadı qaralmır. Bunu da şeyden almıştım deyəsən, Germaniyadan almıştım. Elə belə ağ pudradır şey üçün. Güneş koruyucu vuranda, parıltılı güneş koruyucu vuranda üzü parılladır. Onu istifadə eləmək üçün də parıltını götürmək üçün, sadəcə qurutmaq üçün. Bu da hardasa hədiyyə verilmişdi mən. Deyəsə gərək kiməsə verəm bunu. Şeydir. Qaş şeyləyici də belə düzləşdirici yuxarı qaldırmaq üçün. Buna ne deyirlər? Geldi mi nədir onu? Kimisi gərək verəm. Məndə bir neçə dənədir bunlardan. Bundan yox, yəni başqalarına bunu hədiyyə vermişdi. Hansı mağazində? Nəsə alanda. Bu belə. Bunu da belə koyun. Bunlar da saçımıza kokadı. Kulaq təmizləyən burada. Böyle saç rezinlerim. O gün almıştım. Üz silmeye zaten kalıp hiç açmamışım. Timber. Hamısı kalıp burada. Bunlar da dırnaq koydurmuram artıq neçə vaxtda bilirsiniz, öz dırnaqlarımda gel dırnaq çox şükür indi şeydə yoxdur da deyirlər, çox şükür yox, yəni kim üçünsə işləyənlərin qazancı kəsilir, belə gel laklar çox deyir zərərlidir, ona görə xarici Amerikada deyəsən ləğv olunub. Belə dırnaq almışdım ki harası toya gedəndə qoymağa olardı, qaldı hamısı kipaçka. Bunda 20 dənədir deyəsən, 24 ədəd, 24 ədəd yəqin zapasla. Bunda da 20 ədəd deyəsən. Bunlar da qaldı belə, yəni hər şey qaldı. Hər şey belənç qaldı qızlar.
kiməsə verərəm. Bunlar da ki mənim öz baxım kremlərim. Hamısı İvreşan'ın. Hə. Bu уже tutarım. На тебе. А можно забрать домой? Можно. Наверное, дверь можно забрать домой. А зачем тебе дома пустая эта баночка? У меня дома нету такой. Нету? Такая. Нет. Ладно, забирай тогда. Ну, а тебе будет только Böyle питательные gece gündüzlü bu. А можешь поталить маме? Нет, не надо, мама не любит таких. У мамы есть свои. А такая? Это крем питательный. Это не надо, Лейла, подожди, я уберу. Можно увидеть? Можно. Bu şeydi. Neydi? Serum. Ого. Aynı şeyde, aynı seride. Где все? Bu da gözaltı. Нана, где другие? Нана, Bu где da serumdu. другие? Yok, bu gözaltı şeydi. Нана, Ha. а где другие? Не знаю. Bu da gözaltı masaj. Можно лак? Это не лак, Лейла. А что лицо? М? А это что лицо? Bu da Еврошан'ındı. На, помада тебе. Ты пытаешься? Да, подаришь. На, Спасибо. pomada Еврошан'sı. Это мне? Bu da çok yaxşı pomada. Может, забыли домой? А может, забыли домой? Может, мне тоже? Тебе тоже? Да. Bu da teni desin. Ha, sıkı bir teni. Нана, я тоже это хочу. А ты Ой, можешь? Лейла, ты все хочешь. А ты можешь мне забирать? Давай, Ты чего будет минусовать? на тебе. А чего будет завал? Я хочу чего завала меня. Я хочу... Böyle Почему я казаться вас? Böyle kipri almıştım diyor. Нана, Нана, пожалуйста, оставай мне коза. Коза. Хорошо, Лейла, дай уберу тут потом, хорошо? Хорошо, давай. Давай. Потом возьми, иди туда, мультики смотри потом. Buranı böyle. Burada hele artık şey de yok idi ama sözüm düzü. Bunlar da böyle kremlerdi. Kiməsi belki maraqlı oldusa. Ve bay. Bura səliqəlidir, onsuz da burada elə bir daraqlardır. Bu da şeydir deyəsən. Maska, saç maskası. Oy ne güzel iyisi gelir, el sevin. Bu beden scrub для тела. Кофейненди bu. Натуральный кофейный скраб для тела. Bunlar da hiç kraskadılar. Kızlarla bu kraskadan istifadə eləyirdim. Çox hoşuma gəlir. Professionalın 2 nömrə idi. 2 nömrəni qatırdım. 5-5 bir də 5. Baxın. Çok güzel renk alınır. Bir de bunu хорошо, bir de buna əlavə Мне edirdim. коза. Altı Можно faizli. мне коза? Bu da kaldı kraskalar. Kraska koymadan saçıma ağıp bak. Gerekmesi verəm koysun. Bir elə çünki vaxtı keçəcək. Yaxşı Leyla. Bu da bunu Bakıdan almıştım. Nədir kızlar? Pandora'nın şeyi. Suyu. Bunu açmışam tezdən. Yoksa buradan açmışam bunu al. Pandora'nın suyudur baxın. Belə Pandora'nın məhsulların üzüydü. Ondan sonra qoyursunuz belə bunun üzərinə. Baxın bunun üzərinə. Sonra bırakırsınız belə suya. 10 dəqiqə zət qalır bu suda, məhlulda.
Nitrogeyle nitrogeyde. Olmaz sene. Sonra götürüp adi suyla yuyup. Yəqin tek Pandora'nın olmaz. Bütün gümüş eşyada böyle juteriyalar zaten eləmək olar. Elimi de batırdım. Bu da ki belə bir kaş lokumdur. Harasa gedəndə içine yığıram. Şotkalardı ondan sonra ne bileyim. Hele içinde de çıkartmıram. Belə dezodorantdı. Ondan sonra şampundu. Bu şampundan istifadə edirik deyə həmişə eyni şampun. Bunun içində yol şotkaları. Nene ударить sen. Как это так? Так можно разве? Так лицо. А? Не нравится. Ударить нene? Да. А кто тебе разрешает? Папа. На. Чуть-чуть. Ну ударь, давай. Не, мне. Мне пожалуйста, вот такая. Лулу? Угу. Ну, это высокий. Что? Подожди. Что? Тут что тоже Лулу? Да. Сердце я Вот Lulu değil. помни. Маленькую. Да. Bu yüreğe Lulu değil. Это Лейла и Тариана, да? Давай, все, иди. А тебе? Мне не надо, давай. Пожалуйста. Теперь чего совать? Выброси, если тебе не трудно, не сложно. Bir de kızlar güzgülü şkafta da ne olduğunu size söyleyeyim, çekeyim. Güzgülü şkafta bura saç üçündü, hamısı saçınkidir, quru şampundu. Sonra saçın dibləri ağaranda belə qara rəngdə pudra kimi odur. Bunlardan heç almışam, istifadə eləmirəm çox. Bu quru şampun ona görədir ki, yəni birdən bir də elə olur ki, tez tələsik harası getməli olursan, biraz saçın yağlıdsa ondan vurursan belə şey olur. Yağlılığını götürür. Bu da ki saçı rahat daramaqdan ötürüdür. Çox qəşəngdir. Bu da professionaldan almışdım. Bu da saç tökülməyə qarşıdır. Saçın diblərinə vururam belə. Yadıma düşənə. Baxın buradan belə. Kömək eləyir, eləmir bilmirəm. Bu aralar saçım çox tökülürdü. Bilirəm ki, stresdən idi, amma bu da saç yağıdır. Pantinin. Bu da saçın dibinə vuranda belə abiyon verməkdən ötürüdür. Belə də mənim saçım çox nazikdir. Biraz qalınlaşdırmaqdan ötürü. Bu da nə idi? Vrışıdan almışdım. Yadıma düşmür Allah nə etsə qutarmışam. Demək olar az qalıb, amma indi yadımdan çıxıb. Hər şey yadımdan çıxır vallahi qızlar. Gedirəm, çox vaxt Türkiyədə oluram, burada qalır. Yəni buradakı şeyləri ora aparmıram. Burada qalır. Ona görə gələndə təzədən yadımdan çıxır. Bu da şey üçündür. Kalgotka giyinəndə paltar yapışır. Nə deyirlər? Odur.
Bunu kalgotkanı giyinəndə kalgotkaya vururam. Yaxşı paltar yapışmır. Platya zadı. Bu da asetondur, lak temizleyen. Burada da üz yuma geldir, ne bileyim losyondu. Ondan sonra bu da losyonda, yani micellar suyudur, yağla temizleme suyu. Besleyici cilt fazlı çift. Besleyici cilt fazlı micellar suyu, Türkler micellar der diye, yine temizleme suyu. Sonra bu da şeydi, üzüma gelidi. Bulardaki, bu da bunu Germanya'dan almıştım. Kolal dezodorant, antiperspirant da, yani bu da dezodorant. Bunlar da üz losyon gel dediğim gibi. Çok sade ve az böyle. Buranı da indi sileyim, temizleyeyim, kutarım. Hamamın yerin zadını da sileyim. Daroşkanı da götüreceğim yumağa bulaşıp. Zilyonu yaşıldı diye mebele düşür diye zilyonu almışım. Şimdi poluzab da sileyim. Böyle kutarım buranı da.